Salam əziz izləyicilər, bugün sizə növbəti test sualımızın izahını verməyə çalışacağım. Keçid edək sualımıza. Sualımızın şərti belədir. Cədvələ əsasən uyğun sıraları müəyyən edin. Cədvəlimizdə coğrafi obyektin yerləşdiyi ərazi, yerləşdiyi işıqlanma quşağı və uyğunluq verib. Birinci sıramızda Norveç Yemli adasını görürük coğrafi obyekt kimi. Onun yerləşdiyi ərazi Barents dənizi ilə Kara dənizi arasında, bəli, bu hissə doğrudur. Yerləşdiyi işıqlanma quşağı, qütb işıqlanma quşağı, bəli, bu hissə də doğrudur. Uyğunluğu da doğru verdiyi üçün deməli bu sıramız bizdə uyğun sıradır, yəni doğru sıradır. Biri götürürük. Keçdik ikinci sıramıza. İkinci sıramızda Patagoniya yaylasını görürük. Patagoniya yaylasında yerləşdiyi ərazi kimi La-Plata ovalığı ilə Ant dağları arasında, bəli, bu hissə doğrudur. Yerləşdiyi işıqlanma quşağı, mülayim işıqlanma quşağı, bəli, bu hissə də doğrudur. Amma uyğunluğu yanlış verdiyi üçün deməli bu sıramız uyğun olmayan sıra olacaq. Bu sıranı götürmürük. Keçdik üçüncü sıramıza. Appenin yarımadası coğrafi obyekt kimi, onun yerləşdiyi ərazi Tirren dənizi, Adriatik dənizi arasında, bəli, bu hissə doğrudur. Yerləşdiyi işıqlanma quşağı tropik verib, amma tropik deyil də mülayim işıqlanma quşağı olacaq. Uyğunluğu da doğru verib, deməli bu uyğunluğu yanlış olsaydı bizdə bu uyğun sıra olacaqdı. Bu sıranı bu səbəbdən biz doğru sıra kimi götürməyik. Deməli 3-ü də çıxacağıq. Keçdik dördüncü sıramıza. Dördüncü sıramızda Koreya yarımadası verib, Koreya yarımadasının yerləşdiyi ərazi kimi Sarı dəniz ilə Cənubi Çin dənizi arasında verilib. Bu isə yanlışdır. Koreya yarımadası Sarı dənizi ilə Yapon dənizi arasında yerləşir. Yerləşdiyi işıqlanma quşağı mülayim verib. Doğru olsa da bu sıramızda yanlış olduğuna görə, uyğunluq yanlış olsaydı bu sıra bizdə uyğun sıra ola bilərdi. Bu səbəbdən dördüncü sıramızı da götürməyəcəyik. Keçdik 5-ci sıramıza. 5-ci sırada Appalaç dağları, onun yerləşdiyi ərazi Atlantik okeanı ovalığı ilə mərkəzi düzənlik arasında. Bəli, bu hissə doğrudur. Yerləşdiyi işıqlanma quşağı tropik işıqlanma quşağı verib, amma bu hissə yanlışdır. Mülayim işıqlanma quşağıdır. Amma uyğunluğu da yanlış verdiyinə görə, deməli bu sıramızda da yanlış hissə olduğuna görə biz nə edəcəyik? 5-ci sıranı uyğun sıra kimi götürəcəyik. Deməli 1-5 və sonuncuya gəldikdə 6-cı sıramıza Böyük Viktoriya səhrası, yerləşdiyi ərazi kimi Nallarboy düzənlikli Hibson səhrası verilib. Bəli, bu sıramız doğrudur. Yerləşdiyi işıqlanma quşağı mülayim, bu hissə də doğrudur. Uyğunluğu da doğru olduğuna görə deməli 6-cı sıramızda uyğun sıra sayılacaq. Doğru cavabımız olacaq 1, 5, 6, yəni B variantı.